Binə qəsəbəsində Verona Şadlıq evindən qabağa gəlirsən, 136 nömrəli məktəbə yaxın bir ərazidə 2.6 sotda, yəni 2 sot yarımdan da artıqdır. 5 otaq, monolit beton, fundament beton. Birinci mərtəbə monolit, ikinci mərtəbə monolit. Yəni monolit beton, 2 mərtəbə 5 otaq evimizin təqdimata gəlmişik. Qeyd edilən bu sağ, sol hər iki tərəfin yaşıllaşdırılması görüləcək. Yəni qazonu ağaclarına qədər əkiləcək. Evimiz monolit betondur, fundamentdə 40-ın 40-a betondur. Evimizin sağ-sol tərəfinə, hər tərəfinə, yəni keçid yeri qoyulub. 60 sm buradan, 60 sm da digər tərəfdən yer qoyulub. Arxada isə metr yarım məsafə qoyulub. Yəni ehtiyac su səni arxaya planlaşdırıb. Jalüz qapıdır, böründə də əl qapısı, məhəlləsi də asfalt məhəllədir. Evimizin görünüşü də belə bir görünüşdür. Panorama pəncərə ilə daxil oluruq. Sizi evin daxili interyeri ilə tanış edirik. Birinci mərtəbədə, ikinci mərtəbədə hamısı istif oldu. Geniş koridordur. Güzgüsünə qədər gördüyünüz kimi hər bir şey yığılıbdır. Solda mətbəximiz ideal dizayndır. Ölçüləri olduqca genişdir. 2 laylı qonaq qapısı və girdim belə qonaq otağımız. TV stand yerinə qədər hamısı yığılıb. Evimizin aboyları sadə və gözəl dizayn aboylardır. Lüstrlarına qədər hamısı asılıbdır. Sanitar qovşağı asma tavanlardır. Belə çanağına kimi hamısı dizayn olunur və burada duş kabin yeri nəzərdə tutulubdur. Yenə qeyd ediləm, yer istif oldu. Kombi sistemimiz və kollektorumuzun sistemi orada yığılıbdır. Pilləkan, beton pilləkandır və bir dənə də yaşlı ailələr üçün aşağıda yataq otaq təyin eləmişik. Yəni yaşlı olan ailələr yuxarı qalxmağa əziyyət çəkməsin deyə. İndi qalxırıq, sizi ikinci mərtəbə ilə tanış edirik. İkinci mərtəbəyə qalxanda belə bir tablomuz var, gördüyünüz kimi. Dizayn baxımından gözəl dizayndır. İkinci mərtəbədə monolit beton və istif olan kollektor sistemi burada yığılıbdır. İkinci mərtəbəndə 2 dənə sanitar qovşağı var. Bu birinci sanitar qovşağımız. Güzgü, çanağına qədər, şurkasına qədər hamısı var. İkinci sanitar qovşağı da yataq otağının içərisindədir. Yerimiz laminatdır, faskalı laminatdır. Bu digər yataq otağımız. Ölçülər çox genişdir. Yəni ən balaca yataq otağı 4,5-ın 3,5-adır. Bu da digər yataq otağımız var. Bu yataq otağının da adını belə sanitar qovşağı var. Gördüyünüz kimi kiçik sanitar qovşağı təyin olunubdur. Hamısı da qara kraftlarla işlənilib. Qara pəncərələr və şəbəkə pəncərələr. Belə balkon sistemimiz var. Ətraf yaşayış massividir. Verona Şadlıq evinin